Valideynin mobil telefonu ilə əylənməyi sevən uşaqlar bu cihazlardan ən çox internet oyunları üçün istifadə edirlər və bəzən valideynlər qəfil bank hesablarından heç də kiçik olmayan məbləğin silindiyini müşahidə edir. Özü bu məbləği xərcləməsə də sonradan məlum olur ki, pullar internet oyunlarına sərf olunub. Təbii ki, xoşa gəlməz bir haldır, lakin əziz valideynlər, inanın ki, kiber məkanda bundan da xoşa gəlməz hallar baş verə bilər. Məsələn, müəmmalı şəkildə sizin şəxsi məlumatlarınızın və hətta mobil sisteminizin kiber dələduzun əlinə keçməsi kimi hallar ola bilər. Bu səbəbdən də telefonunuzu övladınıza verməzdən öncə ona vacib bilgiləri verməyi unutmayın. Kompüterdən aktiv istifadə edən hər bir insan bu sualı özünə verməlidir. Kompüterim nə dərəcədə təhlükəsizdir? Gəlin internetin kəşf edilməmiş qaranlıq tərəflərini və kompüterləri yoluxduran zərərli proqramları araşdıraq. Hazırsınız? Biz virusları, troyanları, botnetləri, keyloggerləri, adwareləri və s. kimi göstərə bilərik ki, hansı yeniyetmələr bu proqram təminatları haqqında məlumatlı olmalıdırlar. Keyloggerlər zərərli proqram təminatlarıdırlar. Bunlar da kompüterlərə və mobil telefonlara zərər yetirə bilirlər. Amma bunlar istifadəçinin klaviaturada yerinə yetirdiyi əmrləri belə deyək yazırlar və daha sonra kiber hücumçu bunlardan istifadə edə bilir. Troyanlar başda zərərsiz və lazımlı bir proqramlar kimi görünür, amma əslində onlar istifadəçinin şəxsi məlumatlarını, bank məlumatlarını oğurlaya bilən zərərli proqram təminatlarıdırlar. Zərərli proqram təminatları vasitəsilə dediyim kimi, məsələn, troyanlar vasitəsilə istifadəçinin şəxsi məlumatları oğurlana bilir və sonradan kiber hücumçunun şəxsi məqsədləri üçün, burada məqsədlər fərqli ola bilər, istifadə oluna bilir. Bəs bu proqramlar necə işə düşür? Məsələn, bu virus necə bəslənir? Belə viruslar adətən qonaq olaraq gələr, amma sizi heç bir halda rahat buraxmaz. Kompüterinizi zədələyər, fayllarınızı qarışdırar və hətta sisteminizi tamamilə sıradan çıxarar. Ən təhlükəlisi isə viruslar sizin məlumatlarınızı oğurlayar. Bəs bu zərərli proqramlardan necə qoruna bilərik desəniz, sadə bir qayda var. Sizə şübhəli görünən fayl və linkləri açmayın və əlbəttə antivirus proqramları olduqca önəmlidir. Çünki onların istifadəsi kompüterinizi qorumaq, ona qarşı həm də gündəlik təmizləmə işləri aparmaq deməkdir. İnternetin qarışıq dünyasında təhlükəsiz qalmaq sadəcə məlumatlı olmaqdan deyil, ağıllı seçimlər etməkdən də asılıdır. Unutmayın, kompüterinizin sağlamlığı sizə bağlıdır. Bunları bilək. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar, zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqa zidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik məzmunlu, pornoqrafik xarakterli informasiyaların dövriyyəsi qadağandır. Uşaqlar çox vaxt internet məkanda öz davranış və hərəkətlərinə görə məsuliyyət daşımırlar. Lakin biz valideynlər onlara izah etməliyik ki, real həyatda olduğu kimi kiber məkanda da yadlara qarşı diqqətli olsunlar və sosial şəbəkələrin qapılarını hər kəsə açmasınlar. Bunun üçün biz mütəmadi olaraq onları maarifləndirməliyik. Əlbəttə ki, öncə özümüz maarifləndikdən sonra.